Salamlar. Bu videoda biz Silicon Valley Bankın necə çökməyindən danışacağıq. Silicon Valley Bank Amerika tarixində ikinci ən böyük bank çöküşü idi. 2023-cü ildə bu baş verdi. Buna qədərki ən böyük çöküş 2008-ci ildə baş vermişdi və son 15 ilin ən böyük bank çöküşü idi. Silicon Valley Bank Amerikada San Francisco ərazisində fəaliyyət göstərirdi və bu ərazi əsasən IT, informasiya texnologiya şirkətləri ilə belə deyək, məşhur olan və çoxlu belə şirkətləri olan bir ərazidir və Silicon Valley Bank-in müştərilərinin çoxusu da belə tech startapları, informasiya texnologiyaları startapları, onların işçiləri idi. Və bankın çöküşündə də bu amillərdən biri oldu. Çünki 2020-2021-ci ildə bu sektor boom yaşayırdı. 2022-23-cü ildə isə müəyyən qədər yavaşlama oldu və Silicon Valley Bankın çöküşünə müəyyən qədər təsir göstərdi. Amma bundan başqa müəyyən texniki maliyyə məqamları da var idi ki, biz bu videoda həmin məqamlardan danışacağıq. Bir bankın çöküşündən danışırıqsa, bankın maliyyə hesabatını, balance sheet'i, maliyyə vəziyyətini göstərən balance sheet'i başa düşməliyik. Biz maliyyə 101 dərsinin mühasibat mühasirəsində bu haqda danışmışdıq və demişdik ki, balance sheet şirkətin aktivləri necə maliyyələşir onu göstərir. Bir insanın, bir şirkətin nəyi varsa, bu ya borc hesabındadır, ya da onun özünündür. Assets nəyi var onu göstərir. Debt və yaxud da liabilities nə borc hesabındadır, equity və yaxud da capital isə aydın olduğu kimi kapitaldır. Yəni bankın da eyni cür aktivləri var, borcu var və investorların kapitalı var. Bankın assetsləri, yəni aktivləri adətən nələr olur? Burada yazmışam nağd, müştərilərə kreditlər və istiqrazlar. Burada bundan başqa bankın borcu nədir? Burada müştəri depozitləri yazmışam. Bu sizi biraz çaşdıra bilər, ona görə bir neçə dəqiqənizi alıb bu haqda danışım. Mənim $1000 depozitim varsa, bu mənim üçün aktivdir. Çünki bu mənim aktivimdir. Mənim $1000 bankda depozitim var və həmin kağız mənim üçün aktivdir. Amma eyni kağız bank üçün borcdur. Niyə? Çünki mən istənilən vaxt gedib bankdan o $1000 götürə bilərəm. Ona görə bu məqam sizi çaşdırmasın. Burada yazmışam bankın maliyyə hesabatına baxırıq, bankın balance sheetinə baxırıq və bura daxildir, aktivlər hissəsinə daxildir nəqd, müştərilərə kreditlər, istiqrazlar və borc hissəsinə daxildir müştərilərə depozitlər. Mənim kimi müxtəlif insanların və yaxud da şirkətlərin, fiziki və hüquqi şəxslərin depozitləri bank üçün bu debt hissəsinə daxildir. Və tərsinəsi, mənim banka $1000 kreditim ola bilər, bu mənim üçün borcdur. Amma bank üçün bu aktivdir, çünki həmin o kreditin vaxtı bitdikdə mən o məbləği banka geri ödəməliyəm. Belə, bu bankın maliyyə hesabatlarından biri olan balance sheet haqqında qısa bir qeyd idi. Davam eləyək. Başqa bir maliyyə anlayışı held to maturity və fair value securitiesdir ki, bu da bankın çöküşünü başa düşmək üçün bizə lazım olacaq. Fair value securities nələrdir? Məsələn, istiqrazlardan danışırıqsa, istiqrazın dəyəri alındığı qiymətdə yox, bazar qiymətində göstərilirsə, bu fair value securitiesdir. Yəni, siz bir istiqrazı, məsələn, $98 almışsınızsa və sabah onun qiyməti düşür $90 olursa, siz maliyyə hesabatlarında onu məhz $90 göstərməlisiniz. Yox, qalxır $110 olursa, $110 göstərməlisiniz. Çünki fair value bazar qiymətidir. Bundan başqa, bütün istiqrazlar, bütün maliyyə instrumentləri fair value deyil. Bəziləri held to maturity olur. Burada HTM held to maturity üçündür. Məsələn, bu zaman istiqrazın dəyəri bazar qiymətindən asılı olmayaraq alındığı qiymətə yaxın göstərilir. Məsələn, bu yaxşı nümunədə $98 almışdıq və o istiqrazın vaxtı bitəndə onun qiyməti 100 olacaq və maliyyə hesabatlarında da bu istiqraz 98 və $100 arasında göstərilir. İki nümunə verdim. Qiymət düşür $90 və yaxud da qalxır $110. Bunun held to maturity security-nin maliyyə hesabatlarında daşındığı qiymətə təsir etmir. Bunu bilmək lazımdır, çünki dediyim kimi Silicon Valley Bankın çöküşündə bu anlayışlar bizə lazım olacaq.
İndi gəlin spesifik olaraq Silicon Valley Bank niyə çökdü? Ondan biraz danışaq. Burada bir cədvəl var. Bu cədvəldə ikinci e, xəttdə görürsüz ki, Silicon Valley Bank 94.4% depozitləri kreditlərə və bu dediyimiz Held to Maturity Securitieslərə veribdir. Deməli, $100 depoziti var idisə bu bankın, $94 ya kredit vermişdi, ya da Held to Maturity Securities. Bu Held to Maturity Securities, bax bu bazar qiymətinə yox, alındığı qiymətə yaxın daşınan securitieslər idi. Başqa bir bank, məsələn, çökməyən bir bank var burada, State Street Bank. Onun üçün isə cəmi $40. Bu sağlam bank, State Street Bank, götürdüyü $100 kreditin, götürdüyü $100 depozitin $40'ını verirdi kreditə və yaxud da istiqraz alırdı. Amma Silicon Valley Bank $94'ını ya kredit verirdi, ya da istiqraz alırdı. Bu niyə baş verirdi? Və bunun yerdə qalan buradakı 6% nəyə gedir? Əslində sağlam bank üçün bu yerdə qalan 60%-dir. Bizim xəstə Silicon Valley bankımız üçün isə bu 6%-dir. Bu 6% və digər sağlam bankın 60% isə nağd vəsaitlərdə saxlanılırdı ki, insanlar öz depozitlərini geri alanda bankın pulu olsun qaytarsın, və yaxud da Fair Value Securities var idi, hansılar ki, dediyimiz kimi bazar qiymətində öz maliyyə hesabatında göstərilirdi. Deməli, bu rəqəmi yadda saxlayın. Silicon Valley Bank üçün götürdüyü $100 depozitin $94'ını ya kredit verirdi, ya da sona qədər saxlanılan bu Held to Maturity Securities'ə saxlayırdı. Problem nədə yarandı? Problem faizlərin artması ilə baş verdi. 2022-23-cü ildə faizlər qalxmağa başladı. Biz bu haqda da danışmışıq və faizlər qalxanda kreditin dəyəri və qiyməti azalır. Eyni ildə istiqrazın dəyəri və qiyməti azalır. Xatırlayırsınızsa bu formulaları, bu düsturları, faizlər bu Y, Y rəqəmi ilə ifadə olunur və sizin faizlər qalxdıqca indiki dəyər və yaxud da qiymət də azalacaq. Yəni bizim burada 2022-23-cü ildə baş verən nə idi? Faizlər qalxırdı, ona görə kreditlərin dəyəri və istiqrazların dəyəri və qiyməti azalırdı. Silicon Valley Bank üçün problem onda oldu ki, bu demişdik ki, $100'dan $94'ını kredit və istiqrazda saxlayırdı. Yəni cəmi $100 üçün $6 nəqd və Fair Value Securities'də idi. Digər banklar üçün isə bu $60 idi. Yəni sağlam bank öz vəsaitlərinin daha çox hissəsini nəqd vəsaitlərdə saxlayır. Çünki insanlar öz depozitlərini geri ala bilərlər. Xəstə bankımız isə xəstə eləyib hər aldığı dolları ya kredit vermişdi, ya da ki uzun vədəli belə deyək, uzun vədəli istiqrazlara yatırım etmişdi. Və faizlər qalxdığı müddətdə, faizlər qalxdıqca bizim bu $94'ın dəyəri düşməyə başladı. Çünki faizlər qalxanda dedik ki, kreditlərin və istiqrazların qiyməti azalmağa başlayır və Silicon Valley Bankda özünün faiz dərəcələrinin olan riskini düzgün idarə etmirdi. Bankların risk departamentində xüsusi şöbələr olur ki, onların sırf işi aktivlərlə borcların faizlərin qalxmasına və ya düşməsinə görə dəyişməsini idarə eləməlidirlər. Yəni onlar, bu aydın məsələdir ki, faizlər iqtisadiyyatda qalxa da bilər, düşə də bilər və faizlər qalxdıqca bir bank, sağlam bank ən azından çökməməlidir. Amma Silicon Valley Bank bunu düzgün yerinə yetirmirdi. Onların risk departamentlərində problem var idi. Uzun müddət hətta Chief Risk Officer, yəni əsas risk inzibatçısı tapa bilmirdilər və riski də düzgün idarə eləməyəndə bir bank belə çökə bilir ki, dediyim kimi Amerika tarixinin ən böyük ikinci bank çöküşü idi. Amma Amerika hökuməti bu bankın tam çöküşünə icazə vermədi. Çünki sistem elə qurulub ki, bir böyük oyunçu orada çökəndə bu digərlərinə də təsir eləyə bilir və ümumilikdə bu xəstəlik bütün sistemə yayıla bilər. Ona görə də Amerika hökuməti, Treasury Department, Mərkəzi Bank həm məcbur olub öz bu bankın depozitorlarına dedilər ki, narahat olmayın, öz depozitlərinizi geri çəkməyin. Düzdür, bankda problemlər var, amma biz həmin o bankın depozitlərini kim nə alıbsa onları geri qaytaracağıq. Əslində Amerikada $250 milyard qədər
aktivləri olan banklar, əgər bankın belə deyək, aktivləri 250 milyard dollara qədərdirsə, onda onlara nəzarət daha yumşaq olur və bu Silicon Valley Bankın bəxti bir tərəfdən gətirmişdi, digər tərəfdən də gətirməmişdi ki, onların ölçüsü 210 milyard dollar idi. Yəni 40 milyard dollar daha böyük olsaydılar, onlara nəzarət daha güclü olacaqdı və bu bank çöküşünə icazə verilməyəcəkdi. Amma onların ölçüsü 210 milyard dollar idi, onlara nəzarət daha zəif idi və bank ona görə də o aldığı 100 dollar depozitin 94 dollarını kreditlərə və istiqrazlara yatırım eləmişdi. Belə bu videoda biz Silicon Valley Bankın çöküşündən biraz danışdıq. Gələn videolarda görüşərik.